Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Növbəti bir mənzilin çəkilişindəyik. Mənzilimiz yerləşir Yeni Yasamalda. 77 nömrəli avtobusun son dayanacağı Albalı uşaq bağçasının yanında yerləşir. Burada ərazinin ən gözəl super binalarından birindədir. Qanuni 2 otaq 85 kvadrat sahəsi var mənzilin. 19 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Giriş qapısı burada yerləşir. Giriş qapısından daxil olduqda geniş bir dəhliz isə bizi qarşılayır. Burada dəhliz mebeli yığmaq üçün gözəl bir şərait var. Burada boydan boya dəhliz mebeli yığmaq mümkündür. Həmçinin bu istiqamətdə də mebel yığa bilərsiniz. Bütün otaqların giriş hissəsi dəhlizə açılır. Burada mənzilin qonaq otağı yerləşir, mətbəxi, yataq otağı və sağ tərəfdə isə sanitar qovşaq yerləşməkdədir. Onu da qeyd edim ki, mətbəx və yataq otağından mənzilin eyvanına keçid mümkündür. Ümumi olaraq mənzildə 2 eyvan var. Burada qonaq otağımız yerləşir. Qonaq otağımız da kvadrat sahəyə malikdir, kifayət qədər genişdir. Mənzil yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Açarlar bizdədir. İstənilən vaxt mənzilə baxmaq mümkündür. Burada belə bir güşə yaradılıb, TV stand yaradılıb. Mənzilin qarşısı açıqdır, gün düşən işıqlı bir mənzildir. Heç bir maneə kəsmir. Yasamalda Xocasən gölünə gözəl panoraması da mövcuddur. Döşəmə parketdir. Bütün otaqların döşəməsi parketdəndir. Yalnız sanitar qovşaq və mətbəxin döşəməsi isə qranit təbəqədən və isti döşəmədən ibarətdir. Burada mənzilin mətbəxi yerləşir. Mətbəximiz də kifayət qədər genişdir. Sağda mətbəx mebeli quraşdırılıb. Burada soyuducunun, paltar yanı yeri də nəzərə alınmış şəkildədir. Eyvana keçid buradan mümkündür və orada kombi aparatı, qaz sayğacı və kondisionerin bloku yerləşir. Mətbəx mebelini də gördünüz. Qaz peçi, aspirator, moykadır. Moyka yerləşir burada, quraşdırılıb. Döşəmə isti döşəmədir. Burada sanitar qovşaq yerləşir. Bütün aksesuarlar quraşdırılıb və kifayət qədər genişdir. Son olaraqsa burada mənzilin yataq otağı yerləşir. Yataq otağımız da olduqca geniş bir yataq otağıdır. Və buradan da növbəti eyvana keçid mümkündür. Buranın da qarşısı açıqdır. Həmçinin burada Xocasən gölü istiqamətində baxışı var. Belə dəyərli izləyicilər, mənzil haqqında ümumi məlumat verir. Mənzilimiz yerləşir Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 77 nömrəli avtobusun son dayanacağı və Albalı uşaq bağçasının yanında yerləşir. Burada 18-19 mərtəbəli binanın 12-ci mərtəbəsində qanuni 2 otaq 85 kvadrat sahədən ibarətdir. Sənədlər tam qaydasında kupça çıxarış mövcuddur, əldədir. Mənzilin qiyməti 199 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra cüzi endirim olunacaq, açarlar bizdədir. İstənilən vaxt baxmaq mümkündür. Bina olaraq da ərazinin çox gözəl binalarından biridir. Yeraltı qaraj, geniş həyət, sürətli liftlər və təmiz bloklar var. Binanın baxımlı binadır. Ərazinin ən qəşəng, baxımlı, gözəl binalarından biridir. Qiymət 199 min manat təşkil etdi. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ətraflı məlumat və mənzilə baxmaq üçün səhifədə nömrəmiz var, əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti çəkilişdə görüşənədək.